Yeni Azərbaycan Partiyası mərkəzi aparatının YAP Quba rayon təşkilatının və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 may müstəqillik günü münasibəti ilə Azərbaycan 20-ci əsrin əvvəllərində müstəqilliyə aparan yollar mövzusunda tədbir keçirilib. Əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Quba rayon Heydər Əliyev mərkəzində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətini üzvü şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş digər cümhuriyyətlər üçün də örnək oldu. Hər bir Azərbaycanlı üçün bu tarix, bu bayram çox böyük bayramdır və bizim unudulmaz rəhbərimizin gözəl davamçısı, bizim gözəl prezidentimiz İlham Əliyev neçə əsrlər bu Qarabağ dərdi ilə yaşayan xalqa öz torpaqlarını qaytardı. O böyük bir tarixi bir günlərdir. Sonra çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O, xalqımızın o dövrdə çətin sınaqlarla üz-üzə qaldığını, müstəqilliyə gedən yolda böyük faciələrlə üzləşdiyini diqqətə çatdırıb. YAP Veteranlar Şurasının sədri, partiyanın idarə heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti 20-ci əsrin milli dövlətçilik ənənələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Arif Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə ifadə edib. Ümummilli liderin əsasını qoyduğu siyasət bugün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir, deyə Arif Rəhimzadə qeyd edib. Bugünkü tədbir bizim müstəqilliyimizin yollarını biz izah etdik. Çalışdıqkən o yolları geniş auditoriyaya çatdıraq və çalışdıqkən bunun mənasını hər birimiz dərin dərk edək, bu müstəqillik yolunda həmişə qabaqcıl sıralarda olaq. 28 mayın Azərbaycan tarixinin əzəmətli günlərindən biri olduğunu söyləyən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, Cümhuriyyət qurucularının siyasi fəaliyyəti barədə ətraflı bilgi verib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tam həyata keçirə bilmədiyi müstəqillik arzularının Ulu Öndər Heydər Əliyev və Prezident Müzəffər Ali Başkomandan İlham Əliyev tərəfindən gerçəkləşdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyev də hər zaman qeyd edirdi ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü bayram günü kimi elan edirik və bugün bayram günü münasibətilə hər birinizi təbrik edirəm. Azərbaycanın müstəqilliyi əbədi olsun, daimi olsun, bundan sonra da müstəqilliyimizi qoruyub saxlayaq. İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Daha sonra YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himni səsləndirilməsi ilə sona çatıb. Çingiz Qədimli üçün Şuşalı Qafqaz TV üçün.